Salam aleyküm. Çox dəyərli izləyicimiz, bu cür gözəl rəy bildirdiyiniz üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Allah bütün sıxıntılarınızı huzura çevirsin. Allah sizi və sevdiklərinizi qorusun. Zikir, dua, Allaha ibadət etmək istəyən insanlar yaxın əyləşsin. Videonu kaydedin. Burada Quran-ı Kərimdən bir çox sirlər verəcəm sizə və Allahın zəmanət verdiyi bir dua var ki, çox qısa bir zamanda, anında qəbul edir. Değerli izləyicilər, baxın, siz ümumiyyətlə tək deyilsiniz. Üç ayrı aləmə, üç vücuddan ibarət olan insanlar bəhs olunur Quran-ı Kərimdə. Birinci fizik vücud. Hicr surəsi 26-da Allah Teala deyir ki, mən insanı nəmli torpaqdan, gildən yaratdım. Fizik vücud orqanik dönüşümünə məruz olan, bəli, ətdən, qandan, sümükdən, hüceyrədən ibarət olan insan xəlq elədim, Əşrəfül Xaliq. Bu aləmin görüntülərini görən, bu aləmin səslərini eşidən, maddələrini qəbul edən, bu aləmdə fizik olan bir bədən, fizik bir bədən. Bu fizik bədənin baş gözü ilə görə bilmədiyi hər bir kəsin iç dünyasında eyni ilə özünün ekizi bənzəri olan Şam surəsi 7-ci ayəyə görə nəfsi var. Enerji bir bədəndir. Və nəfsin və mə səvvəha. Şam surəsi 7-də qəd əfləhə mən zəkkəhə. And olsun nəfsə və onu dizayn edənə, kim nəfsin təzkiyə edərsə, o nicat tapar, fəlaha ərar. Bəli, nəfs nədir? Nəfs bərzəx aləminin məhsuludur. Bu aləmə aid deyil. Bu aləmdə fizik deyil. Mənəvi kordon bağı ilə fizik bədənə bağlanmışdır. Zaten yuxu aləmini siz nəfsinizlə görürsünüz. Baş yastığa dinləməyə getdiyi zaman, istər gecə, istər gündüz. Fizik bədəndə olan elektron devir sayısı, kinetik enerji 100. Yəni bu dəyişir bir çox insanlarda azdan çoxa qədər. Nəfsə isə 70'dir. Fizik bədəni dinlənməyə keçdiyi zaman enerji səviyyəsi fizik vücudda başlayır aşağı düşməyə. Nəfsə isə yüksəlməyə başlayır. 100'dan aşağı düşür, nəfsə isə 70'den qalxır yuxarı. Burada dəngə pozulur. Bəli, və fizik vücud artıq nəfsi özünə kinetik enerji ilə çəkə bilmir. Nəfs üçün artıq fizik vücudumuz bir görüntüdür, məkan deyil. O fizik vücud məkandan ayrılır. Amma başdan, nəfsinizin başından, fizik vücudun başına mənəvi kordon bağı var. Sonsuz məsafədə olsanız da, yuxudan ayrıldığınız zaman o kordon bağı onu çəkir və fizik vücuduna təkrar olaraq oturulur. Bu Allahın bir sirli, hikmətli elmidir, rəhmətidir. Dilədiyi hər çox aləmə gedə bilir. Zamin qatdan yuxarı çıxa bilmir nəfs. Ən çox getdiyi aləm bərzəx aləmidir. Nə zaman siz bir yerdəsiniz, bir məkandasınız, əlinizi atırsınız və bir şeylər tuta bilmirsiniz. Siz birilərini görürsünüz, onlar sizi görə bilmirlər. Və bilin ki, siz bərzəx aləmdə deyilsiniz, orada fizik deyilsiniz. Amma nə zaman siz nəsə, hər hansı bir əşyanı qaldıra bilirsinizsə, maddə yersiniz, qida yeyə bilirsinizsə, qəbul edə bilirsinizsə, kimsə görürsünüz, o sizi görüb qarşılıqlı olaraq münasibət yarada bilirsinizsə, bilin ki, siz artıq o aləmdə fiziksinizsə, bərzəx aləmindəsiniz. Üçüncü baş gözü ilə, fizik bədənin baş gözü ilə görə bilmədiyi, eyni yenə də sizin ekiziniz, bənzəriniz. Hər bir insanda öz oxşarına bənzər. Xanımlarda xanım kimi, bəylərdə bəy kimi. Ruhunuz var. Bəli, ruh nədir? Ruh Allahı təmsil edəndir. Sizə Allahın həqiqətlərini çatdıran, Allaha dəvət edən, daim Allaha can atan, bəli, sizi mütəmadiyyən Allaha çağıran, Allaha təmsilçisi ruhunuz var. Bəli, bu haqda məlumat Səcdə surəsi 9-cu ayədə Allah Teala belə buyurur və nafahı fihi min ruhihi. And olsun ki, o bizi fizik vücudun içinə ruhumuzdan üfürdük və ona görmə və eşitmə hassası basarı verdik. Bəli, və sərbəst iradə sahibisiniz. Sərbəst iradə zaten vücud deyil. Allahın əmrlərini yerinə gətirmək üçün və nəfsimizlə mübarizə aparmaq üçün Allahdan bizə verilən bir gücdür, enerjidir. Və Nisa surəsi 58-ci ayədə Allah Teala bu bizə verdiyi əmanətlər haqqında danışır. Diqqət eləyin. Nisa 58-də Allah əmanətləri sahibi olan Allaha təslim etmənizi əmr edir. Bəli, bu 4 əmanəti bir dənə ayədə bildirir ki, bunlar nə üçündür? Sahibi olan Allaha. Baxın, feillər
əmanətlər feili çoxluq təşkil edir. Sahibi olan Allah, tək olan Allaha təslim etmənizi əmr edir, deyir. Bir insanın ruhunu Allaha dünya həyatını yaşarkən təslim etmək istəmədikcə dua tələbi ilə o insanın hidayət olması və huşu sahibi olması mümkün deyil. Buna Quran-ı Kərim keçid vermir. Rəd surəsi 20-21-ci ayədə Allah Teala belə buyurur: Estağfirullah. Ellezine yufuna bi ahdillahi ve la yankuduna misak. Vellezine yasluna men emarallahu bihi en yusala ve yaxşana rabbahum ve yahduna sual hesab. Baxın, burada Allah Teala belə deyir ki, onlar ölmədən əvvəl Allahın əmr etdiyi şeyi ona təslim edərlər. Allaha qovuşdurarlar və Rəblərinə qarşı huşu duyarlar. Baxın, ruhun Allaha təslim olmadan Allah Teala huşunu devrəyə qoymur. Mütləq şəkildə namazın namaz ola bilməsi üçün Allah Teala o namazı huşuya bağlamışdır. Huşu isə nə ilə baş verir? Zikirlə. Bir insan qəlbdən ruhunu Allaha təslim etməyə dilədiyi zaman artıq o Allahın zikrini sevməyə başlayır. Nə zaman siz bilə bilərsiniz ki, hidayətdəsiz yoxsa yox? Bunun 3 mənəvi işarəsi var. Birinci, Allah demək xoşuna gəlirmi? Hansı ayəyə görə? Hədid surəsi 16-cı ayəyə görə. Və burada Allah Teala belə deyir: Estağfirullah. Allahın zikri ilə və bu zikrin Allahdan indirdiyi nurla onun qəlbinin huşu durma zamanı gəlmədimi? Allah Teala birinci verdiyi mənəvi işarə Allaha təslim olan insanın qəlbinə o zikirlə nurların gəlməsidir. Sən Allah dediyin zaman Allahın nurlarını dəvət edirsən və qəlbinə yazılan iman kəlməsinin ətrafında bir dəfə tavaf edir və iman kəlməsinə yapışır və sənin qəlbin başlayır neyləməyə? Allahın nurları ilə nurlanmağa. İkinci mənəvi işarəm Bəqərə surəsi 45-46. Allah Teala orada belə deyir. Bəli, Bəqərə surəsi 45-də Estağfirullah və estəyin bis-səbr və salat fənnəhələr kəbirətən illələr xaşiyin. Onlar səbir və namazla Allahdan mürşid istəyirlər, istihanə istəyirlər. Bu zor bir işdir, huşu sahiblərinə, başqalarına ağır gəlir. Baxın, istihanə nədir? Mürşid bir insanı Allaha təslim edən, təslim olma yolunu göstərən və onu irşad edən kəsə deyirlər. Mürşid bu 4 təslimiyyəti yerinə gətirən, ruhun, cismin, nəfsin, iradəsini Allaha təslim edən bir kəs və Allahı təmsil edən deməkdir. Buna devrin imamı deyilir. Bəli. Devrin imamı kimdir? Hər bir zamanın öz hidayətlə görevli olan insan var. Allah tərəfindən seçilmiş, təyin olunmuş, Allahın rəhmətinə bürünmüş, həqiqətinə bürünmüş bir mürşid, irşad məqamında olan imam. Bəli, Səcdə surəsi 24-də biz onları öz əmrimizlə hidayətə çatdıran imamlar qıldıq, bizə səbir və yəqin hasil etdikləri üçün. Bəli, ikinci mənəvi işarəniz mürşidinizə tabi olmağınız. Mürşidiniz varmı? Allahdan mürşidi soruşmuşsunuzmu? Kimdir mənim mürşidim? Üçüncü mənəvi işarəniz nədir? Üçüncü mənəvi işarəniz isə dəyərli izləyicilər, siz insanları Allaha dəvət edirsinizmi? Vəl-Əsr surəsində və təvəssəl bil-haqq, haqqa çağıranlar və Zümər surəsi 33, həqiqət ilə gələn və onu təsdiq edən. Həqiqət ilə gələn kimdir? Allaha dəvət edən. Sən özün hidayət olmuşsan, Allahın rəhmətini dadmısan, bilirsən ki, artıq hidayətdəsən və insanların qurtuluşu üçün və sən başlayırsan insanları çox güzel bir şəkildə Allaha dəvət etməyə. Rəd surəsi 14, haqqın dəvəti Allahadır. Yunus surəsi 25, Vallahu daru aleyhissalam. Allah sizi təslimliyinə dəvət edər. Bəli, siz artıq nazır sayılırsınız. Nazır nədir? Allahı təmsil edən, Allaha dəvət edən. Bəli, Allahın əmr etdiyi namazı qılmaq istəyirsinizsə, dəyərli izləyicilər, biri var Allahın əmr etdiyi namazı qılasan. Bir də var ki, insanların təbliğ etdiyi dini yaşayasan. İslam dini zənlə deyil, şübhələ deyil, həqiqətlə yaşanır. Bəli, qəlbdən Allaha təslim olmağı dilədiyiniz zaman o namazı sizə Allah qıldıracaq. Artıq siz namazda siz gördükləriniz deyil, Allahın göstərdiklərini görməyə başlayasınız. Heç ömrünüzdə etmədiyiniz duanı eləsiniz. Ya Rabbi, mən o sərbəst iradəmlə özümü idarə etməkdən vaz keçirəm. Uca Rabbim, aldığım bütün qərarlar yanlışdır. Məni kontrol altına al, məni özünə təslim elə, mənə namazı sən qıldır, huşunu mənə sən bəxş elə. Ya Rabbi, səni rəhmətinlə qəlbimə dəvət edirəm, qəlbimi sən zikr etdiyi zikirdən, məni cüzü zikirdən, külli zikrə qovuşdur. Bütün şərtlər altında sənə təslim olmaq istəyirəm. Məni də özünə təslim